Oxumaq dedik, əziz dostlar, bizim cümə gününün ənənəsi oxumağa dəyər rubrikası. Mürşid müəllim artıq studiyadadır. Bizim dəyərli həmkarımız, yazıçımız Mürşid İsmailzadəni ürəkdən salamlayırıq səhər-səhər. Sabahınız xeyir olsun Mürşid müəllim. Sabahınız xeyir Firuz bəy, Aynur xanım, xoş gördük sizi. Təşəkkür edirəm. Xoş gördük. Bugün nədən danışacağıq? Necəsiz? Yaxşı olasınız, çox sağ olun, təşəkkür edirəm. Bu gün də dünya klassikasına müraciət edəcəyik, macəra ədəbiyyatına və Mayneridin məşhur Başsız adlı əsərindən, romanından danışacağıq. Onu qeyd edim ki, bu əsər Maynerid tərəfindən 1865-ci ildə yazılıb, western janrında macəra əsəridir. Əsərdə hər şey var. Sevgi, məhəbbət, cinayət, ədalət və bir çox məqamlar var. Amma əlbəttə ki, hamını maraqlandıran ən məşhur personaj, həmin o sirli obraz, Başsız adlı. Bu personaj hardan götürülüb, necə götürülüb? Məsələ ondadır ki, 19-cu əsrin ortalarında Amerikada, təsəvvür edin, Texas, Meksikadan sərhəd, o vaxtı çoxlu kontrabandaçılar olurdu, cinayətkarlar olurdu və orada ən məşhur cinayətkarlardan biri Vidal adlı bir nəfər idi. O insanlara, belə deyək, göz verib işıq vermirdi. Onların əmlakını oğurluyurdu, atlarını oğurluyurdu. Və bir vaxt o çoxlu sayda Mustang, yəni vəhşi atları oğurluyur və onu Meksika sərhəddindən qaçırmağa çalışır. Atın yiyəsi bunu öyrənəndən sonra bir silahlı dəstə yığır və Vidalın düşərgəsinə hücum edir. Bütün cinayətkarlar qətlə yetirilir və insanlar fikirləşirlər ki, digər cinayətkarlara bir növ ibrət olsun deyə Vidalı başsız bədənini atın üzərinə bərkidib və çöllərə buraxırlar. Təsəvvür edin, çöllər, preriyalar və orada başsız atlı gedir. Kavboylar, Meksikalılar, hətta Hindular bu qeyri-adi bir varlığı görəndə başlayırlar atəş açmağa, ox atmağa, amma ona heç bir təsir göstərmir və bu insanlara daha da çox qorxu yaradır. Yalnız bir neçə aydan sonra xüsusi göndərilmiş dəstə həmin atını saxlayır və o bədəni normal şəkildə dəfn edir. Bundan əlavə, Başsız adlı obrazında bir çox xalqların folklorunda rast gəlmək olar. İrlandiya folklorunda, Almaniya, Niderland folklorunda rast gəlmək olar. Və Amerikan yazıcısı Washington Irvingin bir hekayəsində, hekayə belə adlanır, Yuxulu Dərənin əfsanəsi. Orada da bu kabus bir obraz var, Başsız atlı, başını itirmiş bir hərbiçidir, öz başını axtarır, belə bir mistik əsərdir. Və deyilənlərə görə Maynerid bu əsərdən ilhamlanaraq öz məşhur romanını yazıb. 1973-cü ildə SSR və Kuba kino istehsalçıları birlikdə bir film çəkirlər məhz bu mövzuda, Başsız adlı. Və onu da qeyd edim ki, maraqlı faktlardan biri odur ki, filmin bir hissəsi məhz Azərbaycanda çəkilib, Xızı dağlarında. Çünki oralar preriyalar daha çox o dağ mənzərəsi bənzədiyinə görə orada çəkilib. Xüsusən filmin əvvəlində karvanın səyahəti, orada pambıq tarlaları və deməli, kino istehsalçıları belə bir detala fikir veriblər ki, Xızının ərazisi Şimali Amerika preriyalarına daha çox oxşasın deyə, yəni orada kaktus olmadığı üçün plasmasdan xüsusi tikanlar düzüblər əraziyə ki, bu ərazi Azərbaycana bağlasın. Yəni bu əsərin Azərbaycanla dolayı olsa da bir əlaqəsi var. Kitaba qayıtsaq, onu qeyd edirik ki, burada müəyyən təzadlı məqamlar da var. Çünki burada tənqidçilər bəzən detektiv məsələlərinə fikir verirlər. Tutaq ki, burada əsərin sonunda cinayətkarı aşkar etmək üçün ən vacib sübut güllədir. Həmin o başsız atlının bədənindən çıxan güllə və təsəvvür edin ki, artıq axtarmağa ehtiyacı yoxdur. Çünki inisiallar, yəni qatilin adının və soyadının baş hərfləri artıq güllənin üzərində var. Onun kim olduğunu əlbəttə deməyəcəm ki, sizə bir sir qalsın. Çünki doğrudan da maraqlı əsərdir. İndi hər halda Maynerid onu belə görüb, belə yazıb. Və düşünürəm ki, qarşıdan bayram günləri gəlir, yeni il gəlir, sizin çoxlu vaxtınız olacaq və düşünürəm ki, doğrudan da oxumağa dəyər bir kitabdır və vaxtınızı səmərəli istifadə edib kitaba da ayıra bilərsiniz. Başsız adlı olmasın, başqa hansısa bir ədəbiyyat olsun, istər Azərbaycan, istər xarici ədəbiyyat və vaxtınızı həm faydalı, həm səmərəli keçirə bilərsiniz. Bugünlük məndən bu qədər. Bizim dəyərli aparıcılarımız Firuz bəy, Aynur xanım, sözü ötürürəm sizə. Təşəkkür edirik Mürşid müəllim, çox sağ olun.